Ağdamda dünya çempionunu döyüblər. Hadisə rayonun Qızıl Kəngərli kəndində baş verib. Karate üzrə dünya çempionu Talih Məmmədov kəndin ərazisindəki şirkətlərin birinin həyətində maşınını saxlayarkən şirkətin ambar müdürü Ruhil adlı şəxs ona maşını həyətdən çıxarmağı tövsiyə eləyib. Dünya çempionu ilə ambar müdürünün arasında mübahisə yaranıb və Ruhil, yəni ambar müdürü Talih Məmmədovu qəfildən vuraraq yerə yıxıb. Daha sonra şirkətin Salih adlı müdürü əraziyə gəlib və o da yerdən götürdüyü dəyənəklə dünya çempionunu döyməyə başlayıb. Bir neçə dəqiqə sonra şirkətin digər işçiləri də özlərini çatdırıblar və təbii ki, iş yoldaşlarına, necə deyərlər, kömək eləyiblər və dünya çempionunun döyülməsində iştirak ediblər. Və bütün bunlarla bağlı, yəni faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Ruhil qazancından 20% məbləğdə dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işlərinə məhkum edilib. Amma digər şəxslərin cəzası barədə heç bir məlumat yoxdur.